Bugün Türk mətbəxinə aid olan badımcan kebab hazırladım. Çox dadlı alındı. Məncə bu yemək yayda bişirilən yeməklər içərisində ən dadlı yeməklərdən biridir. Burada istifadə etdiyim badımcan, pomidor, biber, soğan və mal əti. Mal ətini əvvəlcədən ət çəkən maşından keçirtdim. Üzərinə robotdan baş soğanı keçirtdim, tökdüm. Ədviyyatlardan duz, sarı kök, istiot əlavə etdim və yaxşı yoğurdum, kənarda saxlayıram. Tərəvəzləri yuyuram. Daha sonra videoda gördüyünüz kimi badımcanları doğradım. Biberlərin içlərini təmizləyirəm və onları da uzun formada doğrayıram. Pomidorları qabıqlı halda doğrayıram və kənarda saxlayıram. Bu yeməyi sobada bişirdiyimə görə soba listinə əvvəlcədən yağlayıram və üzərinə badımcanları yerləşdirirəm. Badımcanlar aralarına çəkilmiş ətdən kotlet formasında formalar düzəldirəm və qoyuram. Yəni badımcan, ət bu cürə yerləşdirirəm. Tam soba listi dolana qədər bu cürə edirəm. Məndə badımcan az olduğuna görə ortası boş qaldı. Heç narahat olmayın. Əgər əlinizin altında mənim kimi pomidor varsa, bu zaman pomidorları videoda gördüyünüz kimi doğrayın, amma alt hissələrini tam kəsməyin. Aralarına çəkilmiş ətdən yerləşdirdim və qoydum sobanın tən ortasına. Daha sonra soba listinə badımcanların üzərindən doğradığım biberləri düzürəm. Daha sonra doğradığım pomidorları düzürəm və sonda quyruq yağını kəsib üzərinə düzürəm. Quyruq yağını mən donmuş halda nazik ölçüdə doğrayıram və üzərinə qoyuram. Əgər quyruq yağı sevmirsinizsə, bu zaman heç qoymaya da bilərsiniz. Amma quyruqla çox dadlı olur. Daha sonra üzərinə duru yağ səpirəm və qoyuram sobada 200 dərəcədə bişməyə. Amma sona qədər bişirmirəm. Çünki sonda üzərinə sos əlavə edib yenidən bişirəcəyəm. 200 dərəcədə pişdiyi zaman görəcəksiniz ki, ətin üzəri qızarır. Biberlər biraz qızarmağa başlayır. Bu zaman soba listini sobadan çıxardıram. Üzərinə sosu gəzdirirəm və yenidən sobaya qoyuram. Sosa isə gedir pomidor, duz, sarı kök, duru yağ, su. Siz pomidor əvəzinə tomat əlavə edə bilərsiniz, çox dadlı alınır. Budur, artıq sosu dökürəm üzərinə və sobanı 180 dərəcəyə salıram və tam hazır olana qədər bişirirəm. Nə vaxt ki gördünüz ətlər bişibdir, badımcanlar, biberlər, pomidorlar yumşalıb, bu zaman artıq yeməyimiz hazırdır. Artıq servis edə bilərsiniz. Çox dadlı alındı. Dadı, ətri, görünüşü çox möhtəşəm olan yay yeməklərindən biridir.